Mingəçevirə müasir standartlara cavab verən yeni taksilər gətirilir. İlin sonunadək belə taksilərin sayının 20-yə çatdırılacağı bildirilir. Nəqliyyat Nazirliyinin xətti ilə Mingəçevirə Yaponiya istehsalı olan yeni taksilər gətirilib. Hazırda həmin taksilərin sayı 4-dür. Mingəçevir şəhər 15 saylı Nəqliyyat Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Səməd Quliyevin sözlərinə görə dekabrın sonunadək yeni taksilərin sayı 20-yə çatdırılacaq. Nəzərdə tutulur ki, fevral ayının sonuna qədər 40-50 ədəd gətirilsin. Məqsəd, yəni gələcəkdə Mingəçevir şəhərində əhalinin xidmətdə bu köhnə taksiləri əvəzləşməsidir. Təzə taksilərlə əvəzləşdirilməsidir. Mingəçevir sakinləri isə yeni taksilərin xidmətindən razı qaldıqlarını bildirdilər. Çox razıyıq, çox gözəldir, təzədir, yenidir, komfortdur, qiymət üstündə bəllidir, alver eləmir, rahatçılığı yerindədir. Tək elə şəhərimizdə bütün taksilər belə olsun. Qeyd edək ki, hazırda Mingəçevirdə ümumilikdə 106 taksi fəaliyyət göstərir. Elnar İbrahimova, Samir Mirzəliyev, Mingəçevir.